Ermənistan işğalçı dövlətdir. Və işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir və biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Deməli, Tofiq müəllim, həmin günlərdən təxminən 5 il ötür. Elə 2020-ci ilin noyabr ayının ilk günləri idi. Biz də son ayda hər gün olduğu kimi cəbhədən xəbərlər gözləyirdik. Ki, növbəti Ali Baş Komandanın çıxışı olsun, yeni bir xoş xəbər eşidək, azad olunmuş yeni torpaqlar haqqında. Elə gecə vaxtı idi, amma telefon zəng elədi. Fətəli müəllim idi. Bizim dövrümüzdə Elmlər Akademiyasında İşlər İdarəsinin müdiri aparatının rəhbəri. Qısa salamlaşmadan sonra Fətəli müəllim dedi ki, bəs General-Leytenant Heydər Piriyev müraciət edib, Müdafiə Nazirliyinin Hərbi Akademiyasının rəisi ki, bəs o bizim birgə layihələrimiz çərçivəsində ərsəyə gələn bizim hərbi təyinatlı məhsullarımız var idi. Məsafədən idarə edilən minalar, kəşfiyyatçı və kamikaze dronlar və s. Təcili onlar ön cöhbədə lazımdır ki, onları döyüş şəraitində istifadə edək. Biz də belə qərara gəldik ki, sübh tezdən Fətəli müəllim rəhbərliyi altında bizim keçmiş o komandamızın, akademiyada bir yerdə işlədiyimiz komandamızın nümayəndələri Yüksək Texnologiya Parkının alim və mütəxəssislərindən ibarət bir heyət hazırlayaq, tam hazır vəziyyətdə sursatlarla bərabər həmin deyilən bölgəyə gedək. Möhtərəm Prezident, Cənab Ali Başkomandan, sizin əmrinizə əsasən Qubadlı şəhəri işğaldan azad olunmuşdur. Hal-hazırda Qubadlı şəhərində Azərbaycan Respublikasının dövlət bayrağı dalğalanır. Yaşasın Azərbaycan, yaşasın Ali Başkomandan, yaşasın Qubadlı şəhəri. Qubadlı Azərbaycandır. Səhər görüş yerimiz Horadiz oldu. Burada qrupumuz 3 hissəyə bölündü. Bir hissəsi General-Leytenant Heydər Piriyevin və Polkovnik Arif Həsənovun hal-hazırda institut direktorudur, general-mayordur. Onların komandanlığı altında Hadrut istiqamətində hərəkətə keçdilər. İkinci hissəmiz Fətəli müəllimlə bərabər general-mayor, hal-hazırda general-leytenant Ənvər Əfəndiyevin komandanlığı altında üzü Laçın istiqamətə yollandı. Biz də üçüncü qrupumuz general-leytenant Muayis Bərxudarovun komandanlığı altında Qubadlı istiqamətinə yollandıq. Həmin günü də elə eşitdi ki, Qubadlı ərazisində puaları hazırlayan qrupumuzun üçün, yəni bizim qrup bir hissəsi ateş altına düşübdür. Erməni düşmənlərin ateş altına düşübdür. Ancaq General Muayis Bərxudarovun çevik müdaxiləsi və bizim pualarımızın istifadəsi nəticəsində qısa müddətdə həmin mövqe düşməndən azad edildi. Ümumiyyətlə, qəliz relyefə malik olan bu ərazi Cəbrayıl rayon ərazisində, məsələn, Xuluslar, Çələbilər, Çaytumaz, Dağtumaz kəndlərindən keçərək Qubadlı rayonunun bu ərazi gördüyümüz yerə Balasoltanlı kəndi ətrafında döyüş mövqelərinə yaxınlaşdır. Bizimlə paralel sol cinah istiqamətində də şəhid milli qəhrəman Şükür Həmidov irəliləyirdi, Allah rəhmət eləsin. Bizim ştab burada görsənən binanın bir hissəsində yerləşirdi. Bu binanın digər hissəsi isə hospital kimi fəaliyyət göstərirdi. Yadındadır da, hamımız bildiyimiz kimi Vətən müharibəsinin ən böyük və əhəmiyyətli əməliyyatların biri də Laçın rayonunda Mığı Dərəsi istiqamətindəki əməliyyatdır. Laçın-Şuşa yolu təcili bağlanmalı idi ki, düşmən qoşunun təminatının qarşısı alınsın. Elə noyabr ayının ilk günləri idi. General Ənvər Əfəndiyevin başçılığı altında həmin yol bağlandı və bizim qoşunların o xüsusi təyinatları Şuşa ətrafında irəliləməyə başladı. Elə həmin günlərdə Zəfər Günün Astanasında bizə
o vaxt general-mayor idi, general-leytenant Mayas Bərxidarov və polkovnik Sadiq Paşayev ilə birgə döyüş əməliyyatlarında iştirak etmək də qismət oldu. Əməkdaşlarımız sanki onlarla uzun illər tanış kimi, yəni o bölgədə də onları bir kəlmədən başa düşürdü, tapşırıqlarını dəqiqliklə yerinə yetirirdilər. Biz o vaxtı yadında da akademiyada artıq yox idik. O Ramiz Mehdiyevin dövründə bizi uzaqlaşdırmamışdılar. Ancaq buna baxmayaraq o vətən sevgisi bizi bu əsgərlərimizi, ordumuza kömək eləməyə zövq edirdi. Bir də bizim bir əməkdaşımız var idi, Ramin Səttarov. Bir xatirəm də onunla bağlıdır. Fətəli müəllim həmişə onun xüsusi mərdliyini, həddən ziyadə ürəkli olduğunu vurğulayırdı. Ramin qısa müddətdə döyüş şəraitini o qədər uyğunlaşdı ki və artıq qəhrəmanlıqlar nümayiş etdirirdi orada. Digər xatirəm isə biraz öncə o bayaq gördüyümüz plakatda əslən Qubadlı rayonunun Yusufbəyli kəndindən olan şəhidimiz Təcili Yardım Xidmətinin sürücüsü ilə bağlıdır, Fəxrəddin Yaqubovla. Tam təsadüfən həmin o günlərin birində Fətəli müəllimi görəndə ərazidə tanıyır və soruşur ki, Fərid Abdullayev sizin nəyinizdir? Fətəli müəllim deyir ki, mənim qardaşım oldu. O da deyir ki, bu döyüş mövqeyindədir Fərid hal-hazırda. Həmin gecə, hələ görüş olan gün gecəsi, Fərid döyüş bölgəsində ağır yaralı halda o xilas edir Fəxrəddin Yaqubov onu. Hospitala çatdırır təcili, amma ağır yaralı olduğundan düşünür ki, şəhid olubdur. Ancaq hərbi həkimlərin səyi nəticəsində Fərid sağ qalmışdı. Həmçinin Fəxrəddin Yaqubovun qardaşı oğlu da Vüsal Yaqubov həmin bölgədə döyüşürdü. Azərbaycan Vətən Müharibəsi qəhrəmanı adına layiq görülmüşdü. O da bu adı alan ən gənc hərbiçimiz olmuşdu. Tofiq müəllim, bu xatirələrimi bölüşməkdə məqsədim odur ki, o ağrılı, acılı, lakin şərəfli günlərdə biz də bütün xalqımız kimi, Ameyan əməkdaşları da belə deyək, alimlərimiz öz töhfələrimizi verdik ordumuza və yəqin ki, hələ bu xatirələr çox olacaq. Bu xatirələr haqqında sənədi filmlər çəkiləcək, kitablar yazılacaqdır. Allah şəhidlərimizə rəhmət eləsin. Onların ruhu qarşısında baş əyirik.